Xoş gördük Davud. Özünü tanıtmaq üçün 60 saniyən var. Mənim adım Davud Cəbiyevdir. Mən İngiltərədə yaşayıram. 3 yaşımdan Londondayam. Artıq 17 ildir orada yaşayıram. İndi də universitetdə oxuyuram. Queen Mary University of London'da oxuyuram. Orada Azərbaycan cəmiyyətinin rəhbəriyəm artıq. Və yaxınlarda neçə tədbir eləmişik. Novruz qeyd elədik. 200 nəfərə yaxın insanla birlikdə Novruz qeyd elədik. İndi də ilk dəfə Qarabağ gəlmişəm. Düşərgədə, Laçında olmaq necə bir hissdir? Çox gözəl yerdir, çox gözəl görsənir və çox maraqlı hiss olunur ki, burada dura bilirik. Əslində bizim vəziyyətimizə baxanda, tarixə baxanda inanmazdı ki, biz indi burada dura bilərik və çox gözəldir ki, görə bilirik.